radiatorun düzgün qoşulma qaydası necə olmalıdır? Müştəri zəng eləyir ki, bizdə qabaqca yan qoşulmaydı. İndi paralel qoşublar. Radiatorlar istidir. Amma ev eyni qaydada isinir. Yəni qabaqçı kimi eyni qaydada, başqa effekti yoxdur. Bunu necə eləyək? Deməli Almaniyada, Avropada, Rusiyada istilik vahidləri hamısı deyir ki, radiatorlar yandan qoşulmalıdır. Bu mən demirəm, kitablarında var. Bizdə bunu altdan qoşurlar, çarpaz qoşulma da var. Ya buna bir söz demirəm. Yəni evin istilik itirmə gücünü ilk öncə olaraq bərpa eləmək lazım. İzolyasiyası düzgün olmalıdır. Kombində problem var, təmizlət. Sistemində problem var, yuduzdur. Kombinin motoruna baxdır. Yəni bu evdə bir eybəcər vəziyyət alır. Yandan kəsirlər, çarpaz qoşurlar və digər üsullarla. Yəni bu düzgün bir şey deyil. Necə olur ki, bir neçə il bundan qabaq kombiniz qəşəng evi qızdırırdı. İndi qızdırmır, siz onu altdan qoşdunuz. Deməli problem yaranıb sizin kombinizdə, sisteminiz çirklənib. Yəni bu təzə ideyalar neçə illərdir bunu yaradan, kəşf eləyən deyir ki, yandan qoş, uzundur, çarpaz qoş, lap uzundur, altdan qoş. Bizdə 50 santlıq radiator, 40 santlıq radiator hər ikisini altdan qoşurlar, kombi motorunu dağıdırlar. Yəni bu nə dərəcədə düzgündür bilmirəm. İndi siz nəyə haqq verirsiniz özünüz bilərsiniz. Allah hər birinizin ruzunuzu bol eləsin.